yataqlarınızı ayırın. Və yenə də davam edərlərsə, onları döyün dedikdə, bütün fiqh aləmi buna sadəcə yüngül bir fiziki toxunuş, bir şiddət, belə deyək. Gəlin bu ayəni də biraz xırdalığına gedək. Bu günləri bütün dünyada, hətta ən demokratik Avropa ölkələrində belə dövlətin ayaqda qalmağı üçün tərtib olunan qanunları pozanlar kimliyindən asılı olmayaraq, qadın da olsa, kişi də olsa, öncə onlar haqqında tədbir görülür. Və əgər güc strukturlarının, polisin sözünə tabi olmazlarsa, o zaman polis belə, o cümlədən Azərbaycan Respublikasında da polis belə təzyiq göstərmək hüququna malikdir. Bu qanun çərçivəsindədir. Bu günləri TikTokda kimsə nalayiq hərəkət eləyərsə, güc strukturları baxmır ki, o bloger qadındır, yoxsa kişidir. 24 saat, 48 saat, hətta 30 gün həbs qəti imkan tədbiri seçir onlar üçün. O deməkdir ki, bizim dövlətimiz qadını alçaldır və əgər gəlin görək, bu cinayət eləyən adam, qanunu pozan adam güc strukturlarına və polisə tabi olmazsa, polis nə edəcəkdir? Onu tabi etmək üçün əl üstündə mi götürüb aparacaqdır? Polis də ona təzyiq göstərəcək. Təbii ki, linc etməmək şərti ilə, fiziki şiddətdə həddi aşmamaq şərti ilə onu tabi eləmək üçün müəyyən bir fiziki, bu belə deyək, davranışlar yerinə yetirəcəkdir. Bu deməkdir ki, dövlətimiz və ya Avropa dövlətləri qadını alçaldır, tabi etməyə çalışanda, yəni qanunları pozan qadını. Əksinə bu ayə daha çox o kiçik dövlət olan ailənin qanunlarını pozduğu təqdirdə boşanma dərhal baş verməsin deyə və dərhal ona şiddət göstərilməsin deyə deyir ki, öncə tövsiyə edin, sonra yataqlarınızı ayırın, daha sonra döyün. Demir linc edin və hər gün səhərdən axşama qədər qadınlarınızı döşək kimi çırpın, bunu demir. Və bu ayə təqdim olunmağı ilə nəinki kişilərə tövsiyə edir, bəlkə də bir qədər də qadınlara bir növ göstərir ki, səni bunlar gözləyir. Əgər kiçik dövlətin qanunlarına zidd getməyə başlayacaqsansa. Və qəribəsi budur ki, bunu gecə-gündüz kontekstdən çıxardaraq bu ayəni inanclıların gözünə soxan kəslər bəlkə də evlərində, özləri, ailədə həyat yoldaşlarına şiddət göstərirlər. Sadəcə bunu İslamın fonunda işıqlandırmaq daha rahat və asan və qərəzli